Kim əlini sevirsə bəllidir ki, mömindir. Kim əli ilə düşməndirsə, ya əlini sevmirsə, bəllidir ki, münafiqdir. Biz münafiqləri belə ayırd elirdik müsəlmanların içində. Əliyə münasibətlə bilirdik ki, həqiqətdə bu insan mömindir, yoxsa yox. Və bu ayə ki, mən oxuyuram neçə cümədir, bu ayə əlamətlərdən biridir ki, biz imanı kamil insanıq, yoxsa yox. Bunu hardan bilək? O əlamətlərdən biri budur ki, insan baxsın, görsün, dini sevirsə, namaz qılır, yox. Namazı sevirsə, dindən ləzzət alırsa, dini gözəl görürsə, dinin gözəlliyini bütün vücudu ilə hiss edirsə və digər tərəfdən dinsizliyə nifrət edirsə, dinsizliyə qarşı ürəyində ikrah varsa, iyrənirsə dinsizlikdən, günahdan, fəsaddan, bu göstəricidir ki, insanın imanı kamildir. Bu insanın imanının göstəricisidir.